Quran buyurur və izəl quburi buhsirət. Elə ki, qəbirlərin üstü açıldı qiyamətdə, Allahın əmri ilə surun səsindən sonra qəbirlərin üstü açıldı. Əlimət nəfsün ma qəddəmətü və əxxərət. Hamı görəcək ki, özündən qabaq ahirətinə hansı əməlləri yollayıb, hamısını bir-bir görəcək. Vəziə yevmə izin bi cəhənnəm Fəcr surəsindədir. Elə ki, Allahın əmri ilə cəhənnəm gəldi, dayandı insanların gözlərinin qabağında və insanlar gözlə cəhənnəmi gördülər. Yətəzəkkərul insan. İnsan onda başa düşəcək ki, qiyamətdir. Quran buyurur və inna ləhu zikra. O başa düşməyin, day sənə nə xeyri. Bir ömür yaşadın, bir həyat yaşadın, sən qəbul eləmədin, başa düşmədin, qəflətə getdin. Elə ki, qiyamət gəldi, o cəhənnəm gəldi, dayandı gözlər qabağında, sən gözlə cəhənnəmi görürsən, onda sən qəflətdən ayılırsan, başa düşürsən. Quran deyir ki, və inna ləhu zikra. O başa düşməyin sənə nə xeyri.